وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah biz İmam Buxari rahimehullahın səhih kitabını oxumaqda davam edirik. 4-cü kitabda Kitab-ül Vudu, dastamaz barədə olan kitab. Deməli 69-cu fəslə gəlib çatdıq. Şeyx buyurur ki: "Bəb İzə ulqiya ala zahril musalli qəzərun əv cifətun ləm təfsud aleyhi salatuh." Yəni Şeyx rahimehullah burada başqa bir məsələ gətirir. Yəni əgər namaz qılarkən birdən belində və s. bilməyərək nəsə bir nəcis düşsə, məsələn quşun peyni və s. və sənin namazın səhih sayılır. Təbii ki, əgər bilməsən, məsələn tutaq ki, qılmısan namazı, birdən görmüsən ki, paltarda nəcis var imiş. Namaz səhihdir, təzdən qılmaq lazım deyil. Lakin birdən namaz əsnasında görsən, əgər imkan varsa, məsələn, elə şeydir ki, məsələn, çıxartmaq olarsa, çıxart. Məsələn, tutaq ki, nəllərdə qılırsan, ayaqqabıda. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem qılırdı, Cəbrail gəldi ki, nəllərində nəcis var. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem çıxartdı və həmən namazı davam elədi. Bu dəlildir ki, namaz pozulmur. Əgər namaz pozulsaydı, əvvəlki rükətləri, hansı ki qılmışdı, təzdən qılardı. Və burada rahimehullah, burada deyir ki, və kənə İbn Ömər, burada əsərlər gətirir. Kənə İbn Ömər ilə ra'a fi tawbihi dəmən əv və huvə yusallim və da'ahu və məda fi salatihi və qal İbn Müseyyib və şə'bi İzə sallə və fi tawbihi dəmən əv cənabətun əv li qeyri qiblətin əv təyəmməmə fəsallə thümmə ədrəkəl mə fi vaxtihi lə yu'id. Yəni, Şeyx rahimehullah burada əsərlər gətirir. İbn Ömərdən, həmçinin Şə'bidən və başqalarından İbn Museyyibdən ki, məsələn, əgər birdən namaz qılarkən qandan bir damcı nəsə gördün və ya cənabətdən nəsə gördün və ya qibləyə tam dönməmsən və ya təyəmmüm alıb qılmısan, sonra birdən su tapsan, məsələn. Həmən namazı təzdən qılmalısan, yoxsa yox? Cavab yox. Cavab qılmırsan. Namaz bitdi. Və burada rahimehullah hədis gətirir, 240-cı hədis. Deyir ki, həddəsənə Abdən, qalə əxbarəni əbi ən şubə ən əbi İshaq ən Amr ibn Meymun ən Abdillah qalə beynəmə Rasulullah sallallahu aleyhi ve sellem həddəsənə qalə və həddəsəni Əhməd ibn Uthman qalə həddəsənə Şurey ibn Məsləmə qalə həddəsənə İbrahim ibn Yusuf ən əbihi ən əbi İshaq qalə həddəsəni Amr ibn Meymun أن عبد الله بن مسعود حدثه أن النبي صلى الله عليه وسلم كان يصلي عند البيت. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem Kəbədə namaz qılırdı. Və bax, Əbu Cəhəl və ətrafında olanlar başladılar bir-birlərinə demək ki, gəlin onu nəsə bir nəcis bir şey gətirib belinə qoyaq, səcdəyə gedəndə. Və qoydular da, səcdəyə gedəndə Peyğəmbər sallallahu aleyhi ve sellem. Və başladılar gülməyə. Ana anzur la uğni şey'ən. Deyir, mən də gördüm, onu heç deməyə bilmədim. Ləv kənətli mənə'atum. Qalə fəcəalu yadhakuna və yuhilu ba'duhum alə ba'd. Və Rasulullah sallallahu aleyhi ve sellem səcidun lə yərfa rə'sahu. Və Peyğəmbər sallallahu aleyhi ve sellem həm səcdədəydi, başını qaldırmamışdı. Həttə cəəthu Fatimə. Vaxt Fatimə gəldi, qızı. Fəttarahat an zahrihi. Belindən götürdü o nəticə. Farafa rasahu thumma qal. Sonra başını qaldırıb dedi ki, Allahumma aleyke bi Qureyş. Allahım, Qureyşə həlak et. Yəni kafirlərin. 3 dəfə. Şəqq aleyhim idə da aleyhim. Bu vaxt müşriklər qorxdular. Çünki müşriklər də hətta onlar Kəbəni əzəmətli görürdülər. Onun yanında duanı. Və bilirdilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sadiq idi. Ona görə susdular, belə qorxdular. Biraz narahat olmaya başladılar. Qalə və kənu yaravna ənə dəvətə fi dəlikəl bələd müstəcəb. Və bilirdilər ki, bu Məkkə şəhərində dua qabuldur. Thümmə səmmə. Sonra başladı adlarına. Allahumma aleykə Əbi Cəhil. Allahum Əbu Cəhli məhfilə. Və aleykə Utbə ibn Rabi'a. Və Şeybə ibn Rabi'a. Valid ibn Utbə. Və Üməyyət ibn Xələf. Uqbətə ibn Əbi Muayd. Və əddə səbəə.
fələm əhfəzu. Yəni 7 nəfərə qeyd elədi, bəzən adların yadında qalmadı. Huvəl-ləzi nəfsi biyədi. Ləqad rəaytu'l-ləzīnə addə Rasulullah sallallahu əleyhi və səlləm sar'a fil-qalif fəlibə Bədir. Yəni bunlar hamısı 7 nəfər, hansılar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bəddua elədi. Bunlar hamısı Bədirdə öldürüldülər. Bədirdə öldürüldülər. Yəni bu hədisdə görsənir ki, yəni şahid nədir? Şahid budur ki, Buxari gətirib ki, baxmayaraq nəcis üstündəydi götürəndən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm davam elədi namazı. Sonra burada rahimehullah həmçinin Fatiməyə görsənir. Fatimənin igidliyi. Fatimə gəldi atasını təmizlədi. Sonra onları bəddua elədi. O da onları bəddua elədi. Qureyş dinmədi. Allahdan həlak istədi. O da. Lakin Qureyş dinmədi. Heç də demədi. Deməli, hədis dəlildir ki, hətta Məkkədə duanın əzəmətliyini hətta kafirlər də bilirdilər. Kafirlər də bilirdilər. Sonra həmçinin, qardaşlar, burada 70-ci fəsil. 70-ci fəsil. Həmçinin burada faydalarını İbn Həcərdə qeyd edir. Yaxşıdır ki, duanı 3 dəfə təkrarlamaq. Allahdan istədi 3 dəfə təkrarlamaq. Və həmçinin dəlildir ki, zalıma dua eləmək olar. Həlak olmaqla. Lakin İbn Həcər deyir ki, bu məsələ ixtilafdır. Əslində hidayət istəməlisən kafir üçün. Müsəlmansınsa bağışlanmaq və tövbə dua eləməlisən. Həmçinin Fatimə radiyallahu anhə burada Ömər Xəttabın qaynanası igidliyi görsənir. Sonra rahimehullah buyurur 70-ci bab fəsil. Babu el-buzaq vəl-muxati və nəhvihi fi-thawb. Qala Urva ibn Miswar ومروان خرج النبي صلى الله عليه وسلم زمن الحديبية ذكر الحديث وما تنخم النبي صلى الله عليه وسلم نخامة إلا وقعت في كف رجل منهم فدلك بها وجهه وجلده. Burada rivayet getirir ki 241. hadis. Diyor ki haddesena Muhammed ibn Yusuf, haddesena Sufyan an Humeyd an Anas. قال بزغ النبي صلى الله عليه وسلم في ثوبه طوله ابن أبي مريم وأخبرنا يحيى عن ابن Eyyub haddeseni Humeyd qala semitu Anasan Nebi sallallahu aleyhi ve sellem. Yəni burada söhbət nədən gəlir? Yəni birdən tüfürcək, nəsə paltarva dəydi, nəsə buna oxşar və sən namaz qıldın. Namaz səhiydir. Namaz səhiydir. Namazı batil eləmir. Yəni söhbət ümumiyyətlə gedir ki, birdən paltarında nəcis olsa, namaz qılarkən. Bilməsən, qılsan, namaz səhiydir. Təzdən lazım deyil olmaq. Sonra burada 71-ci hədisdə, babda deyir ki, babı la yəcuzul vudu bin nəbidi və lə musqir və kərihəvl Həsən və əvl Aliyə və qalə ata ət-təyammum əhəbbu iləyyə minəl vudu bin nəbidi və ləbən. Yəni, burada isə dastamaz nədən alınır? Nəbiz və içki, xamır, içki. Sadəcə nəbiz nədir? Nəbiz elə bir ki, içkiydi. Lakin adamı ağlını itirmirdi onunla. Ağlını itirmirdi. Necə bu saat heci pivəsiz ad içirlər. Ağlı gedmir. Lakin onu da cürbəcür meyvələrdən düzəldirdilər. Məkkədə bu məşhur deyildi. Mədinədə. Lakin o vaxt ki, İslam dövləti böyüdü, Şam və s. əhali daxil oldu İslama. Orada adətlər var idi. Meyvələrdən nəsə sok eləməyə və s. kimi bu cür. Və bəzilərini qəribə gəldi bu içkilər. Ona görə bəzi rivayətlər gəlir ki, məsələn, gəldilər Muaviyyənin yanına nəbiz içirdi. İndi rafisələr ittiham edir ki, Muaviyyə içirdi və ya başqaları. Amma nəbiz ağlı aparmır. Ağlı aparmır. İndi burada deyir ki, rivayət gətirir ki, yəni, lakin buna baxmayaraq onunla dastamaz almaq olmaz. Burada atadan da gətirir ki, deyir ki, təyammüm almaq nəbizlə, südlə dastamaz almaqdan daha mənim üçün sevimlidir. Təyammüm almaq. Burada 242-ci hədisdə deyir ki, həddəsənə Ali ibn Abdillah, qalə həddəsənə Sufyan, qalə həddəsənə Zuri, yəni Əbi Sələmə, yəni Ayşətə, yəni Nəbi sallallahu aleyhi ve sellem, qalə kullu şərabin əskərə fəhu haram. Hər bir içki əgər ağlı aparırsa haramdır. Nəbiz haramdır. Çünki ağlı aparmır nəbiz. Aydındır. Və nəbiz nədir? Elə bir ki, içki həddinə, yəni dəm olan həddə çatdırmayan içkidir. Ya da adamı dəm eləmir. Belə deyək. Sonra burada, deməli, sonra burada 72-ci hədisdə deyir ki, babda, babu ғaslil mar'ati əbəhə əddəm ənvəçihi. Yəni, atanın üzündən qanı silmək, yumaq.
قال أبو العالية امسحوا على رجلي فإنها مريضة. Ricli fe inha marida. Sonra burada 243. hadiste getirir ki Rahimullah Bukhari Kale Muhammed Kale Akbarana Sufyan İbni Uyeyne Sufyan İbni Uyeyne hicreti 198. vefat edeyim. 60 defa həcc eləmiş. 60 defa. An Ebi Hazim semi'a Sahl ibn Sa'd Es-Sa'idi sa'alehu en-nas ve beyne ve beynehu ahad. Fe eyyi şeyin duviye جرح النبي صلى الله عليه وسلم ما بقي أحد أعلم به مني كان علي يجيء بترسه فيهما ففاطمة تغسل عن وجهه الدم فأخذ حصير فأهرق فغشي به جرحه. Yani burada deyir ki Fatıma radıyallahu anh'a su getirirdiler ve Peygamber sallallahu aleyhi ve sellem özündən qanı yuyurdu. Əslində qan nəcisdir. Qan nəcisdir. Bacardığın qədər namazdan qabaq gəlir təmizləyəsən. Amma istisnalar var təbii ki. Birdən yaralı olsan, əməliyyatlı olsan və s. Birdən bilməsən, namaz qılsan, inşallah namaz səhiydir. Sonra şeyx buyurur, 73-cü bab. Babu as-sivak, misvakdan danışır. Deməli, gətirir buradan İbn Abbas, bittu ində Nəbi sallallahu aleyhi ve sellem fəstənnə. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem evində bir dəvə yatdım, İbn Abbas deyir. Deyir, gördüm ki, misvakdan istifadə edir. 244-cü hədisdə deyir ki, qalə həddəsənə Əbu Nu'man حدثنا أبو نعمان قال حدثنا حماد بن زيد عن غيلان بن جرير عن أبي بردة عن أبيه قال آتيت النبي صلى الله عليه وسلم فوجدته يستن بسواك بيده فيقول والسواك وفيه كأنه يتهوى. Yani burada diyor ki sahabi diyor ki Peygamber sallallahu aleyhi ve sellem yanına geldim, gördüm elinden tutup misvaktan istifade edilir. Və ümumiyyətlə misvak barədə çox hədis gəlir. Burada 245-ci hədisdə qeyd edilir həmən babda fəsildə. Deyir, həddəsənə Osman, qalə həddəsənə Cərir, ən Mansur, ən Əbi, Əvail, ən Huzeyfədə, qalə kənə Nəbi sallallahu aleyhi ve sellem izə qamə min lileyl, yaşul sufəəhu bisvar. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gecədən duranda misvakla ağzını silərdi, istifadə eləyərdi. Sonra 74-cü bab, bunları da oxuyaq, qutaraq dastamaz kitabı. 75 babdır. Bu artıq 74-cü babdır. Deyir ki, bəbu dəf-i sivak iləl-əkbar. Yəni, böyük adama misvakı daha vermək birinci. Yəni, əgər məclisdənsənsə, böyüyə hörmətdən gedir söhbət. Böyüdən başlamaq lazımdır. 246-cı hədisdir. Qalə Affan, həddəsənə Saxr ibn Cüveyriyyə عن نافع عن ابن عمر أن النبي صلى الله عليه وسلم قال أراني أتسوق بسواك فجاءني رجلان أحدهما أكبر من الآخر فتناولت السواك الأصغر بهما فقيل لي كبر فدفعته إلى أكبر منها. قال أبو عبد الله اختصره نعيم عن ابن المبارك عن أسامة عن نافع عن ابن عمر. Yani orada deyir ki misvakla istifadə edirdim. O vaxt iki kişi yaşlı gəldi. Birinə uzatdım, yəni yuyub uzatdım. Onun gəlsə istifadə olunan misvakı istifadə eləmək olar. Yuyub. Sonra dedilər ki, kəbbir, yəni böyüyə ver. Böyüyə verdim. Bu aiddir yeməyə də, bu aiddir içməyə də, hər şeyə. Aydındır ki, təbii ki, böyüyə hörmətdir. 75-ci bab gəldi, çatdı, axırıncı babdır Dastamaz kitabında. Babu fadlı mən bəhətə aləl vudu. Dastamazdır, yatmağın fəziləti. Buxari bu babı, bu kitabı belə qutarır. Deməli, 247-ci hədis. Deyir ki, həddəsənə Muhammed ibn Muqatil, qalə əxbarana Abdullah, qalə əxbarana Sufyan, ən Mansurin, ən Sa'd ibn Ubadə, ən İl-Bara ibn Azib, qalə Nəbi sallallahu aleyhi və ateytə məcəəkə fətavadda vudu'a lis-salah. Yəni, Peyğəmbər sallallahu aleyhi və deyir ki, əgər döşəvə yaxınlaşanda dastamaz al birinci. Necə damazı alırsan? Sümmə təca alə şiqlil əyman. Sonra sağ tərəflə yat. Sümmə qul. Sonra bunu deyir. Allahümə əsləmtu vəciyə iləyik və fəvvadtu əmri iləyik və əlcətu zahri iləyik rəğbətən və rəhbətən iləyik lə məlcə və lə məncə minkə illə iləyik. Bu duadır. Allahümmə əməntu bi kitabikəlləzi ənzəlt və bi nəbiyyəbəkəlləzi ərsəlt fə in muttu min leylətikə فأنت على الفطرة واجعلهن آخر ما تكلم به. قال فرددتها على النبي صلى الله عليه وسلم فلما بلغت اللهم آمنت بكتابك الذي أنزلت قلت ورسولك قال لا ونبيك الذي
ərsəldi. Yəni, bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve selləm dəstəmazlı yatmaq, lakin hədisdə əlavə məsələlər də var. Məsələn, dua kimi. Sadəcə duada gedir ki, vəcəlhunna əxirə mə təkəlləmu bihi. Yəni, elə ki, bu dualar ki, istədiyim fəzilətlər, Allah'a tərif və s. Bunu ən axırıncı kəlmələrim ilə də, yəni yatmamışdan qabaq. Buna görə gətirib bu hədisi Dastamaz kitabın axırıncı yerinə qoyub. Yəni, Buxari, rahimullah, çox dəqiqdir ya. Dəqiqdir, hər hədisi əvvəldə gətirməyi, axırda gətirməyi. Bununla biz Dastamaz kitabının, yəni 4-cü kitab qutardıq. İndi 5-ci kitaba keçirik. Bu kitab, Şeyx belə deyir, Kitab-ul Ghusul. Qüslün barədə. İnşallah, gələn məclisimizdə bu kitabı oxumaqda davam edəcəyik. Allah İmam Buxariyə rəhmət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.